Səncə bağışlamaq və sevmək barədə İsa Məsih insanlara nə öyrətmək istəyirdi? İsa Məsih bunun vacib olduğunu bildirirdi. Ona görə ki, biz bunun əksini düşündükdə bağışlamamaq və sevməmək, rəhm etməmək insanı daxilən çürüdür. İnsanı məhvə doğru aparır. Onun qəlbini sikləndirir və ümumilikdə onun həyatını məhv edir. Ona görə də İsa Məsih bunun vacib olduğunu bildirir. Sevmək, bağışlamaq və mərhəmət etmək bu çox önəmlidir. İlk öncə insanın özü üçün. Səncə insanların ən böyük ehtiyacı nədir? Məncə insanlar düşünürlər ki, onların ən böyük ehtiyacları puldur, var-dövlətdir. Amma əslində mənə elə gəlir ki, insanlara bir ümid lazımdır, bir dəstək lazımdır. Mənə elə gəlir ki, mənə çətin vəziyyətdə dəstək Allah tərəfindən lazım idi. O dəstək olmasaydı, yəni ki, hər şey yaxşı ola bilməzdi. Hardasa bir ümid işığı tapmaq lazımdır və o Məsihdir.